Qoltuq altı tərləməsindən bezmisənsə, bu tərləmə səndə kompleks yaradırsa, xoşagəlməz qoxu yaradırsa, bax bu video sənin üçün çəkilir. Diqqətlə sonra kimi dinləyək, zəhmət olmasa ekrandakı qırmızı plusa basıb altındakı ağ rəyi qızardaq. Özümün şəxsən istifadə elədiyim və nəticəsindən məmnun qaldığım bir məhsulu sizlə bölüşəcəm, əziz dostlar. İndi sizə göstərəcəyim məhsul bütün apteklərdə satışda var. Qiyməti münasibdir, keyfiyyəti isə çox münasibdir. Həmin o məhsul BioDry dezodorantdır. Xanımlar və bəylər üçün. Xanımlar və bəylər üçün. Uşaqlar üçün də satışda mövcuddur. Bu BioDry dezodorantlarından istifadə etməyinizi sizə tövsiyə edirəm. Niyə? Çünki BioDry dezodorantları baxın bu formada, sürtmə formasında istifadə olunur. Bəylər və xanımlar üçün. Niyə bunu məsləhət görürəm? Çünki BioDry həm qiyməti münasibdir, həm 50 milli plus 30 milli üzərində, yəni qablaşma olaraq 80 milli qablaşmalarda istehsal olunur. Tam təbii tərkibə əsaslanır. Baxın burada görürsünüz 0% alüminium və alkoqol. Yəni tərkibində alüminium yoxdur. Bədənimizə ziyanı, əks təsiri, qızartı, səpki vermir. Plus üstəgəl, qoltuq altında olan qaralma varsa, cəmi bir həftə ərzində bu məhsuldan gün aşırı istifadə eləsəz, o qol altında olan qaralma sizdə qalmayacaq. Tam zəmanət verirəm. Məhsula tam zəmanət verilir. Həm qoltuq altı qaralma, pis qoxudan azad olursunuz və məhsul orijinal məhsuldur 100%. Bir də əlavə qeyd edeyim, qara paltar, ağ paltar, nə bilim, göy paltar, geyinsəz də heç bir paltara iz buraxmır. Həm xanımlar, həm də bəylər üçün. Xanımlar üçün olan bu isə bəylər üçündür. Yaxınlaşıb apteklərdən əldə edə bilərsiniz. Vurğuladığım kimi qiymətləri çox münasibdir. Milli olaraq ekonomdur, yəni qablaşma olaraq böyük qablaşmalarda istehsal olunur. Alın, istifadə edin. Mənim bu 9-cu möcüzə sandığım məhsulların keyfiyyətinə əmin olun. Videomuzu da bəyənməyi unutmayın.